Azərbaycan Respublikasının prezidenti İlham Əliyev China Energy Engineering Corporation Limited şirkətinin sədri Song Haliangla görüşüb. China Energy Engineering Corporation Limited şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulandı. Qeyd edildi ki, şirkət Xəzər dənizində 1 gigavatlıq külək enerjisi mega layihəsinin podratçısıdır. China Energy Engineering Corporation Limited Füzuli rayonunda günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb. Song Haliang rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizində əməkdaşlıqla bağlı təkliflərlə çıxış etdi. Dövlətimizin başçısı China Energy Engineering Corporation Limited şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxundu. Söhbət zamanı uzun müddətli birgə enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, Azərbaycan prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb. Görüşdə Azərbaycanda gələcəkdə enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu. Şirkətin suyun idarə edilməsində böyük təcrübəsi nəzərə alınaraq, bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, fəaliyyət dairəsinə bərpa olunan enerji layihələri ilə yanaşı hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan şirkətin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpa olunan enerji bazarının 50%-nə nəzarət edir.